Allah Subhanahu ve Teala'nı hər halda zikr etmək insanı Allaha yaxınlaşdırır və qəlblərin yumuşalmasına səbəbdir və bağlanmış qapıların açılışıdır. İnsan nə qədər Allah Subhanahu ve Teala zikr etdikcə o qədər də Allah katında ucalır. Və şək yoxdur ki, bu günlər Zilhiccə ayın günləri əzəmətli günlərdir. Bu baxımdan Həcc surəsinin 28-ci ayəsində gəlir ki: "Və yəzkuru ismallahi fi ayyamin ma'lumat." Bilinən günlərdə Allahı zikr etsinlər. Və Abdullah ibn Abbas radiyallahu anhu bilinən günlər, buradakı gələn ayədə gələn bilinən günləri nə qeyd edib? Deyib ki, Zilhiccənin ilk 10 günüdür. Zilhiccənin ilk 10 günüdür. Və bu baxımdan da Abdullah ibn Ömər, Abu Hureyra radiyallahu anhu, necə ki Buxaridə gəlir, Buxarinin təliqində gəlir. Gəlir ki, nə? Abdullah ibn Ömərlə Abu Hureyra radiyallahu anhu ilk günlərdə, yəni ilk 10 gündə bazara çıxıb Allahı təkbir edərlər. Yəni Allahu Ekber. Və arxasında insanlar, yəni bazardakı olan insanlar onu zikr edərlər, bu zikri. Şək yoxdur ki, təkbiratlar çoxdur. Misallardan biri Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber və lillahil hamd. Tərcüməsi bəllidir və şək yoxdur ki, Allah Subhanahu taala çoxlu zikr etmək, Allah Subhanahu taala ucaltmaq bu təkbiratlarına bu günün olan əzəmətli və fəzilətli olan əməllərdəndir. Bu baxımdan hər bir insan çalışmalıdır. Abu Hureyra, Abdullah ibn Ömər radiyallahu anh kimi olsun ki, insanlara xatırlatmaq lazımdır. Daim insanlara xatırlatmaq lazımdır. Bu zikrə etmək nədir? İnsanları yada salırsan. İnsanları yada salmaqla bu xeyrədə vəsilə olmuş oluruq.